Biz əgər türk xalqını ya türkləri qoyaq bir tərəfə, fars xalqını və ya fars ədəbiyyatını qoyaq bir tərəfə, bizim bu tərəzidə farsların içində bir dənə Firdevsi Şahnaməmiz var ki, mən öz ədəbiyyatçı deyiləm, amma o çox müxtəsər bilgim ki var, ittilatım ki var. Firdevsini mən bu cür tanımışam. Siz gəlib bunu buyurasınız ki, bizim düşüncəmiz düzdür, doğrudur ya doğru deyil. Mən Firdevsi şairini bir yaltaqçı bir şair kimi qəbul eləmişəm özümdə ki, bu Samanilər zamanı ki, bunlar fars dilini gəlir, fars hökumətini təşkil verirlər, fars dilini bunlar dəstəkləyirlər, nə qədər şairlərə pul verirlər, nə qədər şairlərə bəstilat deyirlər, caizə verirlər. Firdevsi o zaman gəlir ərsəyə çıxır. Firdevsi o zaman Samanilərin yardımları ilə, Samanilərin deyirlər caizələri ilə, himayətləri ilə gəlir Şahnaməni yaradır. Şahnamədə deyir 50 min beyt şeir deyir 30 ilin içində. Ondan sonra ki bu Samanilər dağılırlar, Qəznəvilər hökumət təşkil verirlər, türk hökumətlərini təşkil verirlər. Sultan Məhmud Qəznəvi zamanında hətta mən oxumuşam rivayətlərdə var ki, Firdevsi bu Şahnaməni vurur qoltuğuna gedir. Bu ümidə ki, Sultan Məhmud Qəznəvidən də bir caizələr, bir paydaşlar alsın ki, Sultan Məhmud Qəznəvi də bunu çox dəstəkləmir və oradan bir cür namı çıxır eşiyə. Mən bu cür düşüncəm var. Firdevsinin Şahnaməsini oxuyanda Firdevsinin düşüncələrində, Firdevsinin fikirlərində bir anti-türklük, bir anti-qadınlıq, bir anti-İslamiyyət ya anti-ərəblər bunun əsərlərində, şeirlərində var. Bəlkə də anti-türklük oraya gedir çatır ki, Sultan Şeyx Məhmud Qəznəvi bunu dəstəkləmir. Bu oradan bundan bir çiynə ya türklərdən bir çiynə bağlıdır.